Gəncə Dövlət Universitetinin nəzdindəki regional kollecdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Çiçəklənən Azərbaycan adlı Gəncə İncəsənət, Sənətkarlıq və Yaradıcılıq sərgi yarmarkası təşkil olunub. Təhsil şöbəsinin müdiri, icra nümayəndələri və digər səlahiyyətli qonaqların dəvət olunduğu tədbirdə tələbələrin əl işləri, yaradıcılıq nümunələri və müxtəlif sənət əsərləri nümayiş etdirilərək iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi yarmarka gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, milli mənəvi dəyərlərimizin təbliği və kollecin uğurlarının nümayişi baxımından yüksək əhəmiyyət kəsb edib. Tədbirdə Gəncə Dövlət Universitetinin nəzdində regional kollecin direktoru Xoşqədəm Xudiyeva çıxış edərək iştirak edən qonaqları salamlayıb və diqqətə çatdırıb ki, Ulu Öndərin təhsilə göstərdiyi xüsusi qayğı nəticəsində ölkəmizdə savadlı, vətənpərvər gənc nəslin formalaşması üçün möhkəm zəmin yaranıb. Bugün Azərbaycan gəncliyi həmin ideallar əsasında yetişərək dövlətimizin gələcək inkişafında fəal rol oynayır. Tədbirdə Ulu Öndərin sevimli mahnı və musiqilərindən ibarət konsert proqramı təqdim olunub. İncəsənət kollektivinin ifasında musiqi nömrələri alqışlarla qarşılanıb. Gəncə Dövlət Universiteti nəzdində regional kollecdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibəti ilə Çiçəklənən Azərbaycan adlı sərgi yarmarkası təşkil olunmuşdur. Sərgimizin məqsədi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun ideallarını yaşatmaq və dəyərlərini gənc nəslə aşılamaqdır. Eyni zamanda gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, milli mənəvi dəyərlərimizin təbliği və yaradıcı tələbələrin sənət nümunələrini nümayiş etdirməkdir. Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən regional kollec Azərbaycanın aparıcı orta ixtisas təhsil müəssisələrindən biridir. Hal-hazırda kollecdə 6 əyani şöbə fəaliyyət göstərir. Şöbələrdə tələbələrin yüksək səviyyədə yetişməsi üçün böyük təcrübəyə malik 15 müasir ixtisas üzrə peşəkar müəllim heyəti fəaliyyət göstərir. Təhsil müəssisəsində yalnız nəzəriyyə deyil, həm də əmək bazarında tələb olunan real bacarıqlar aşılanır. Artıq 2026-2027-ci tədris ili üçün qəbul prosesinə start verilib. Qəbul 9 və 11-ci sinif məzunları üçün nəzərdə tutulub.